Şəhid olan qardaşından bir Ramazan daha çox yaşayıb da ondan daha əvvəl cənnətə gedənin hədisi. Talha ibn Ubeydullah, Allah ona razı olsun, rivayet edir ki, iki nəfər birlikdə Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəldilər və onlar İslamı qəbul etdilər. Onlardan biri digərinin daha çox ibadət edir, daha çox çalışqanlıq göstərirdi. Bu çalışqan olan döyüşə qatıldı və şəhid oldu. Sonra bu şəhid olandan sonra o digər qardaşı ondan bir il sonra vəfat elədi. Talha ibn Ubeydullah deyir ki, mən yuxuda gördüm ki, cənnətin qapısının yanındayım. Bu iki nəfər də oradadırlar. Cənnətdən bir nəfər çıxır, sonradan vəfat eləyənə icazə verdi, o cənnətə daxil oldu. Sonra yenə çıxdı və şəhid olana icazə verdi, o da cənnətə daxil oldu. Sonra mənə tərəf dönüb dedi, sən qayıt, sənin vaxtın hələ çatmayıb. Səhər Talha bu yuxunu insanlara danışdı və insanlar təəccüb etdilər. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu xəbər çatdıqda belə buyurdu. Buna təəccüb edirsiniz. Dedilər, ey Allahın Resulü, bu şəhid olan daha çox ibadət edirdi və sonra şəhid oldu. Amma o biri ondan əvvəl cənnətə girdi. Bu necə olur? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurdu. Məgər bu digəri ondan sonra bir yaşamadı mı? Dedilər, bəli. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu. Ramazana çatmadı mı? Oruç tutmadı mı? Bir il ərzində bu qədər namaz qılıb səcdə etmədi. Dedilər, bəli. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurdu. O halda onların arasındakı fərq göy ilə yer arasındakı məsafədən daha böyükdür.